Quranda ən böyük and vilayət etsilib. Məsələn, Allah çox yadır. Bəzi yerdə məsələn İncil and. Bəli. Və tinə and etsin, Bəli, və zeytuna zeytuna. and etsin, və Hazar bələd Məkkiyə and etsin. Dini və zeytun, əsr and etsin. Amma Qur'anın ən böyük andı ki, Allah özünə and etsin və Rabbukə, fələ və Rabbukə ən böyük andı Nisa surasının 65-ci ayəsindədir. Və orada məlum eləyir ki, nə qədər ki, siz Peyğəmbərin özünü qəbul eləmişsiniz, sizin imanınız qəbul olunmayacaq. Elə deyək, Allahı qəbul ediniz, Peyğəmbəri qəbul ediniz, bundan sonra qutardı. Xeyr. Burada başqa məsələdir. O da bundan ibarət ki, Peyğəmbər də qəbul ediniz. Ayədə buyurur, and olsun Rəbbə. Bundan Rəbdən yuxarı quranda Allah'a and içilmir. Rəbbə. Ən böyük anddır. Fəla və Rəbbükə and olsun Rəbbə ki, bunlar iman gətirməyiblər. O vaxtda kimi ki, öz aralarında ki, mübahisə çıxır. Hətta müsəlmanların söhbətidir. İki dənə müsəlmanların arasında mübahisə çıxır və gəlirlər sənin yanına və sən onların arasında belə deyək, qəzavət edirsən. Və la yəcidu fi ənfusihim hərəcən. Sonra gedirlər sənin yanında. Amma içlərində az da olsa bir problem çıxmasın, müşkül çıxmasın. Bir şey ərəb ya bir şeyün. Bir şey olmasın ki, ola bilsin ki, düzgün yəni səni elə bir şəkildə qəbul eləsinlər ki, elə bil Allahın kəlamıdır. Əgər bu həddə olmasalar, bunların imanları qəbuldurdur. Mimma qad və yusəllimu təslimə və sənə kamil şəkildə təslim olsunlar. Deməli, Peyğəmbərin özü də vardır. İmam Sadiq əleyhissalam, bəzi imamlar bundan istifadə edirlər, deyərlər ki, Peyğəmbərin sözündə, Peyğəmbərin şəriətində əgər belə deyək, inqultu eləsin, əgər biraz məsələn şübhə eləsin, şəkkə düşsün, dəstəmaz niyə belə oldu, aya niyə belə oldu, filan bir şey oldu, bir sanki o imanında kəmli kəsir.